Salam dostlar, hər vaxtınız xeyir olsun. Nəzarət TV.satın xüsusi müxbiri Nəsir Hüseynov, Cəlilabad rayon sakini. Mən buradan birbaşa yol polisi inspektorlarına səslənirəm. Yollarda hər şey qaydasında, təbii ki, postlarda, istər sərsivar postu olsun, istər digər postlar olsun, hər şey normal və qanuni çərçivədədir. Təbii ki, mən burada bəzi yol polisi inspektorları haqqında danışmaq istəyirəm. Çox təəssüflər olsun ki, Masallı ərazisində gizlənib xidmət aparan yol polisi inspektorları sizə aiddir. 9-dan başlayan. Onların qeyri-qanuni xidməti barəsində. Ola bilsin qanunudur, mən bilmirəm. Yəni, sarışan işığı yandırmadan, iri tutumlu nəqliyyat vasitəsinin arxasında gizlənib xidmət aparmaqdır. İstər ağacın dibində, ya kolun dibində saxlayıb, xidməti işığını yandırmadan xidmət aparmaqdır. Digər qayda pozuntusu olmadan nəqliyyat vasitələrini salatdırmaqdır. Belə bir şey vardır ya yoxdur. Məncə yol hərəkət qanunlaşdırma 5-ci maddəsi bunu demir. Belə bir şey olmamalıdır. O da dediyim kimi, Lənkəranda sərbəst gəzirsən, Astarada sərbəst gəzirsən, Cəlilabadda da çox sərbəst gəzirsən, istər beləsi var da, istər digər rayonlarda normal olaraq hər şey qəşəkdir, qaydasındadır. Bəs niyə Sərçuvar, Masallı və Göytəbə ərazisində bəzi yol polisi inspektorları qaydaları pozur? Yəni, qanunu doğru dürüst icra etmək istəmir. Bunların amalı və məqsədi nədir? Bunlar indi ola bilsin hansısa bir quruma bağlıdır, ya posta bağlıdır, ya indi ola bilsin, bilmirəm. Sadəcə olaraq bunların apardığı xidmət barəsində fikrimi demək istəyirəm ki, çox təəssüflər olsun ki, bu cürə qanun pozuntularına yol verilir. Xahiş edərdi ki, biraz nəzarət olunsun. Böyük, yenə deyirəm, iri tutumlu nəqliyyat vasitələrinin arxasında gizlənib xidmət aparmaq, bu qanunvericiliyə ziddir, bu vəzifə sərhədlərini aşmaqdır, vəzifə sərhədlərindən sui-istifadə hallarına yol verməkdir, olmaz. Bəzi yol polisi inspektorları olmaz xidmət aparan, qanuna uyğun xidmət aparsın. Belə xidmət aparmazlar. Deməli, baxın dostlar, bura Sərçuvar, Masallı, Göytəbə ərazisi. Görürsünüz, bu hal-hazırda hərəkətdə olan yol polisi inspektorudur. Qarşıda hərəkətdə olan Ford markalı nəqliyyat vasitəsidir. Arxasında gizlənib xidmət aparır. Bu, deyin görüm, qanunvericiliyə uyğundur ya uyğun deyil. Əgər uyğun deyilsə, niyə qeyri-qanuni fəaliyyət aparır? Əsasən də 900-dan başlayan nömrəli nişanlı yol polisləri. Yəni, belə şeylər olmamalıdır. Ehtiyatlı olun, hörmətli sürücülər. Çəkin, hörmətli yol polisləri, çəkin, mən də sizi çəkəcəm. O problem yoxdur. Çəkin, mən də sizi çəkib ictimailəşdirəcəm. Nə qədər ki, belə hallara yol verilsə, mən məcburam çəkəm. Çox sağ olun.